Bax görürsünüz ki, içi təmizlənib, hazırdır. Yəni burada heç nə yoxdur. Çikili bir şey yoxdur. İndi nə edəcək? Qulağını təmizləyə bilərsiniz, amma yəni bu qulağın belə deyək də baş hissəsi onsuz bizə istifadə olunmayacaq. Baş hissəsi istifadə olunmayacaq deyə istəsəz onu təmizləməyə də bilərsiniz. Amma opşi təmizləyəndə biz ümumi təmizləyəndə balığın qulağını da çıxardırıq. Ki, hə, qalmasın içində. Hə. Bir də Pullarını təmizləyirik. mütləq Pullar olur. olur. Elə çox olmur, amma xırdat da. Bu pişəndə bunun dərisi təmiz çıxacaq. Yəni dərisi qalmayacaq bunun. Hə. Yox, amma təmizləmək lazımdır. Sonra qayçı var balıq üçün. Hə, oyla da eləyə bilərsiniz. Yəni oyla da pullarını təmizləyə bilərsiniz. Gördünüz, bu formada çıxartdım hər yanın. Burasını yarmırıq. Bu formada qalır. Görürsünüz, bunların rəngi ağdır. Amma qırmızı farel rəngi qırmızı olur. Bizdə var burada. İndi göstərərəm sonra sizə. Bu formada bax, hamısını bir-bir təmizləyəcəyik. Qoyuram bura birin.